necə düşünürsünüz? Hər insanın həkimi elə özü olmalıdır. Amma insan özünü görmür axı. İnsan özü özünün həkimi və hakimi olmalıdır. İlk növbədə. Biz hər şeylə məşğul oluruq. Telefonumuzla, geyimimizlə, nə bilim, gigiyenik vasitələrimizlə, hər şeylə, nə bildiyiniz, yəni hər bir şeylə məşğul oluruq. Bir dənə bizim bu can sağlığına gələndə bizim canımız çıxır. Biz özümüzdən məşğul olmuruq, istəmirik, ən axıra saxlayırıq. Gözləyirik ki, bıçaq sümüyə dirənsin, sonra da gedək xalatlara müraciət eləyək ki, gəlin bizi xilas eləyin. Bir şey başa düşmək lazımdır ki, insan özü-özünün xilaskarıdır. Necə? İnsan təbii dünya görüşünə malik olmalıdır. Mən həmişə dediyim bir söz var. Meşədə siz nə banka, nə klinikaya rast gələnmərsiniz. Amma orada nə kasıb heyvan var, nə də xəstə heyvan. Onlar bilirlər, təbii yolla yaşayırlar və onlar heç vaxt, belə deyim də, bir keyf görmərsiniz. Yəni bir dənə canavarın oturub, hansısa bir şikarı əlindən qaçandan sonra ağacın dibində oturub siqaret çəkib araq içdiyini görmərsiniz ki, mənim bu bir keyfdir də, yəni. Bunu insan eləyir. Sadəcə insan o qədər iradə azadlığı verilib ki insana. İnsan özünü o iradə azadlığını müsbət yöndə yox, mənfi yöndə inkişaf elətdirib. Hər şeydən şikayətçi, hər şeydən narazı və bu narazılıqlar da o ruhu sıxır. Çünki ruh bizi bu bədənin sponsorudur, belə deyək, prodüseridir, layihəçisidir. Bizə belə deyim, bütün şəraiti yaradıb ki, biz təcrübə toplayaq. Bizim ruhumuz bizim müsbət emosiyalarımızdan qidalanır. Əvəzində enerji verir. Biz bir keyf olan kimi oradan klapanı bağlayır ki, bu bir keyfdir, mən bu ilə qoşulmaq istəmirəm. Onda... Və enerji kəsiləndə də artıq xəstəliklər baş qaldırır bədəndə. Xəstəliklər ümumiyyətlə bir xəbərdarca edicidir. Yəni, hansısa bir insan çox ağır xəstələnməyi birdən-birə olmur. Bu uzun illərin yanlışları yığılır, axırda gəlib bir şey çıxır. Və biz düşürük yenə də maddi tərəfin üstünə. Ki, buradan həll eləyim buna. Məsələ orada təmin mən dediyim 90% tərəfdədir, ruh tərəfdədir. Oradan baxmaq lazımdır ki, orada nə baş verib. Məsələn, ən ağır xəstəliklərdən sağalan insanların həyatına baxsaq, onlar həyatlarında 180 dərəcə dəyişiklik eləmiş insanlardır. Və bu dəyişiklik də təbii dünya görüşüdür. Bu belə spiral kimi düşünün. Yəni, insan inkişaf elədikcə o 180 dərəcə daima inkişaf eləmə, həmişə dəyişməlisən. Bir qəlibdə qalmalı deyilsən. Sən qəlibdə qaldıqca orada, necə deyim, çürümə baş verir. Heç vaxt onda çatmırsan, həmişə yolda olursan. Bəli, həmişə inkişafda olmalısın. Bütün kainat daima təkamüldədir. Yəni, yaradılışın təməl qanunudur təkamül. Təkamülsüz, yəni bu bitər və təkrarlanar və maraqsız olar.